Milli Məclisin deputatı, siyasi elmlər doktoru professor Elman Nəsirovun ilk nicahından olan qızı Laləzər Əliyeva sosial şəbəkədə çıxış edərək atasından gileylənib. Bölgə TV Yeni Sabah istinaydan xəbər verir. Laləzər Əliyeva bildirir ki, mən ailə qurmuşam, atam mənimlə heç zaman maraqlanmayıb, nə yemişəm, nə içmişəm, heç vaxtı mənə bircə dəfə də olsun zəng eləməyib. Mənim ad günlərim olub, mənim ailə qurduğum olub, heç vaxtı mənə nə bir zəng eləyə, nə mənim bir çətin işimdə yanımda ola, nə məktəbimə gələ, həmişə tək olmuşam. Nə əziyyətlər çəkmişəm, heç zaman bilməyibdi. Heç vaxt mənimlə görüşməyibdi. O öz evini, hal-hazırdakı onun yaşadığı evi, mən ilk dəfə 9 yaşımda mamam çox ağlayırdım, atamı istəyirəm. Məni mamam göndərdi atamgilə, o vaxt Xalqlar Dostluğunda qalırdı. Ailə qurmuşdu, yəni ögey anam məni saldı çölə 9 yaşım. Dedi ki, ya bu çıxıb getməlidir, ay Elman, mənim atama, ya da mən səndən boşanıram. onun sözlərinə görə hazırda ailə qurub 2 az yaşlı övladı var. Buna baxmayaraq içki düşkünü olan qaynatası onu təhqir edir, söyür və evdən çölə atıb. Xaricdə yaşayan dayısının bir otaqlı evinə sığındığını vurğulayan xanım, atasının onun telefonlarını blokladığını, ondan qaçdığını iddia edib və kömək istəyib. O həmçinin xatırladıb ki, heç vaxt atası haqqında nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib. Ancaq indi çarəsiz durumdadır. Dilbər Vüqar qızı, Bölgə TV.